37 yaşım var. Hamiləlik istəyirsənsə, bu spiral hamilə qalmağa qoymur. Hormonal həbi də içsən, əslində orada məqsəd nədir? Yumurtaqların fəaliyyətini söndürmək, zəiflətmək ki, təzədən polip yaranmasın. Zəifləmiş yumurtalıqla da uşağa qalmaq mümkün deyil. Ona görə də yəni, sən seçməlisən, 38 yaşın var. Yəni yaşın da elə yaşdır ki, hamiləliyi tezləşdirməlisən istəyirsənsə, tezləşdir hamiləlik, sonra bu məsələlər haqqında baxaraq. Gələndə bir fikirlə. Amma yəni bu müalicə bu dəqiqə fəlipi götürdü, yerini yandırdı, histoskopiya ilə onu yox elədik. Amma yenə də 3 aydan 6 aydan yenə də tezdən yarana bilər də, yəni. Ödüm nə var da həkimlər? Ödüm əmələ gəlmə mexanizmi ötürdük, falipin ayrıdır, uşaqlıqdakı ayrıdır. Yenə gələndə var da, hə. Ona görə də yəni burada məsələn çox xəstələr, cavab xəstələrin əksəriyyəti hamiləliyini bitirmiş xəstələrdir. Onların əksəriyyətinə bunu tətbiq edirik ki, bir də xəstə geri dönüş eləməsin. Çünki olur 1 ildən sonra, olur 2 ildən sonra təzədən poliplə gəlir. Eyni işi bir də başdan başlayıb xəstəyə görürsən. Buna görə.